Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununa dəyişiklik edilib. Oxu 24.com-un verdiyi xəbərə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklərə əsasən bundan sonra mopedlər dövlət qeydiyyatına alınacaq və rəsmi uçota qoyulacaq. Eyni zamanda mopedi idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Qanuna görə moped dedikdə kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya mühərrikin iş həcmi 50 kub santimetrdən çox olmayan, maksimum sürəti saatda 50 kilometrdən artıq olmayan 2 və ya 3 təkərli nəqliyyat vasitələri nəzərdə tutulur. Qanunun bəzi maddələri istisna olmaqla asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətlərə malik digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulacaq. Bundan sonra Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri, onların qoşquları və mopedlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq dövlət qeydiyyatından keçiriləcək və uçota alınacaq. Eyni zamanda Azərbaycan yollarında mopedi idarə etmək hüququ yalnız A1 kateqoriyalı sürücülük vəsiqəsi əsasında mümkün olacaq. Asma mühərrikli velosipedlər və moped sayılmayan oxşar nəqliyyat vasitələri yol nişanları və yol nişanlanmasının tələblərinə əməl etməklə yolun sağ kənar zolağında və mümkün qədər sağ tərəfdən bir cərgə ilə hərəkət etməlidirlər. Bu nəqliyyat vasitələrinin sürücülərinə yalnız həmin vasitələr üçün nəzərdə tutulan xüsusi qoşqu istisna olmaqla, digər nəqliyyat vasitələrini yedəyə almaq və ya özləri yedəyə alınmaq qadağan ediləcək. Mopedlər də yol nişanları və yol nişanlanmasının tələblərinə əməl etməli, əsasən yolun sağ kənar zolağında hərəkət etməlidirlər. Qanunun müəyyən maddələrində nəzərdə tutulan tələblər moped sürücülərinə də şamil olunacaq. Bununla yanaşı motosiklet və mopeddə uzunluğu və ya eni üzrə nəqliyyat vasitəsinin ölçülərindən 0,5 metrdən artıq kənara çıxan, həmçinin idarə etməyə mane olan yükün daşınması qadağan ediləcək. Qanun rəsmi dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək. Bundan əlavə, Prezident İlham Əliyev yol hərəkəti haqqında qanuna edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə 9 dekabr 2025-ci il tarixli 307 vıxt nömrəli qanunun qüvvəyə minməsi ilə bağlı müvafiq fərman da imzalayıb. 2026-cı ildən etibarən yetkinlik yaşına çatmayan şəxslərin Rusiya ərazisinə giriş və çıxış qaydaları dəyişir. Konkret AZ Modern AZ-a istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bundan sonra uşaqlar Rusiya Federasiyasına yalnız xarici pasportla daxil ola və ölkədən çıxa biləcəklər. Nazirlik bildirir ki, yeni qaydalar 20 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Bu tarixdən sonra uşaqların doğum şəhadətnaməsi və ya valideynin pasportunda qeyd əsasında sərhədi keçməsi mümkün olmayacaq. Yeni tələblər Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına da şamil olunur. Xüsusilə ailəvi səfərlər, təhsil, müalicə və ya qohum ziyarəti məqsədilə Rusiyaya gedənlər üçün bu dəyişiklik vacibdir. Valideynlər və qanuni nümayəndələr səfərdən əvvəl uşaqlar üçün ayrıca xarici pasportun olmasına diqqət etməlidirlər. Qaydaların qüvvəyə minməsinə az vaxt qaldığını nəzərə alaraq, valideynlər sənədlərin hazırlanmasını son vaxta saxlamamalıdır. Əks halda sərhəddə problemlər yarana və səfər baş tutmaya bilər. Qeyd edək ki, bu dəyişiklik Rusiya tərəfindən sərhəd nəzarətinin gücləndirilməsi və miqrasiya qaydalarının vahid sistemə salınması məqsədi daşıyır. Səfər planlaşdıran vətəndaşlara rəsmi qurumların açıqlamalarını izləmək və sənədləri əvvəlcədən dəqiqləşdirmək tövsiyə olunur. Hazırda uşaqlar arasında virus infeksiyalarının geniş yayılması müşahidə olunur. Bu xəstəliklər böyüklərdə də rast gəlinir, lakin uşaqlar, xüsusilə 7-8 yaşa qədər olanlar infeksiyalara daha həssasdır və xəstəlik onlarda daha ağır gedişli olur. Konkret AZ xəbər verir ki, bu sözləri Yeni Sabah infeksionist hepatoloq Mərdan Əliyev deyib. Onun sözlərinə görə bu yaş qrupunda yüksək qızdırma, ürəkbulanma kimi hallar tez-tez müşahidə olunur. Bunun əsas səbəbi həmin yaş qrupuna aid uşaqların xəstəliklərlə ilk dəfə qarşılaşmasıdır. Yəni onların immun sistemi bu infeksiyalarla yeni təmasda olur. Hələ tanışlıq mərhələsindədir və buna görə də böyüklərlə müqayisədə daha zəif reaksiya verir. Nəticədə xəstəlik daha ağır keçir. İnfeksionist qeyd edib ki, uşaqlarda bakterial angina zamanı badamcıqların, tonzillaların böyüməsi, irinləməsi və boğazda kəskin ağrı müşahidə olunur. Bu infeksiyalara səbəb olan viruslar müxtəlif ola bilər. Qrip virusu, adenovirus və bundan əlavə bakterial angina da mövcuddur. Uşaqlarda bakterial angina zamanı boğazda badamcıqların, tonzillaların böyüməsi, irinləməsi, üzərinin ağ hərflə örtülməsi, boğazda kəskin ağrı müşahidə olunur və bu vəziyyət yüksək qızdırma ilə müşayiət edilir. Eyni zamanda bədəndə səpkilər də yarana bilər. Qarın və bel nahiyəsində, eləcə də üzdə hiperemiya, yəni qırmızı səpkilərin olması müşahidə edilə bilər. Doğrudur, virus xəstəliklərində də səpkilər ola bilər, lakin bakterial xəstəliklərdə gediş daha ağır olur. Səpkilər daha çox olur və boğazda irinli ərpin olması daha xarakterik əlamət sayılır. Azərbaycanda yanacaq qiymətlərinin artırılacağı ilə bağlı müzakirələr geniş vüsət alıb.
Bəzi ekspertlər bildirirlər ki, bu artım dünya neft qiymətlərindən, idxal çətinliklərindən, idxal mənbələrinin dəyişməsindən və Tarif Şurası kimi dövlət qurumlarının qərarlarından asılıdır. Ekspertlər ilin sonunda və yeni ildə yanacaq qiymətlərinin necə olacağı ilə bağlı fərqli proqnozlar səsləndirirlər. Bəs görəsən Azərbaycanda 2026-cı il üçün yanacaq qiymətləri artırıla bilərmi? Yeni Sabah xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov Konkret AZ açıqlamasında bildirib ki, Azərbaycanda yanacaq da daxil olmaqla bütün strateji məhsulların qiymətlərini tənzimləyən orqan Tarif Şurasıdır. Yanacaq qiymətlərində istənilən dəyişiklik məhz bu qurumun qərarı əsasında həyata keçirilir. Qiymət dəyişikliyinin əsaslandırılması üçün sahə üzrə fəaliyyət göstərən qurum, yəni Azərbaycan Dövlət Neft Şirkəti Socar Tarif Şurasına müraciət edir. Bu müraciətdə adətən qeyd olunur ki, mövcud satış qiymətləri xərcləri ödəmir və şirkət zərərlə işləyir. Belə hallarda Tarif Şurası həmin təklifləri qiymətləndirərək müvafiq qərar verir. Böyük ehtimalla 2025-ci ildə Socar Tarif Şurasına müraciət edib və qiymət artımı məsələsi 2026-cı ildə müzakirəyə çıxarıla bilər. Bundan əlavə, vergi məcəlləsində yol vergisi ilə bağlı müəyyən dəyişikliklərin nəzərdə tutulduğu görünür. Bildiyiniz kimi, istənilən məhsul və ya xidmətin yekun qiyməti onun maya dəyəri və tətbiq olunan vergilər əsasında formalaşır. Beləliklə, vergi yükündəki dəyişikliklər, xüsusən də yol vergisi ilə bağlı artımlar, yanacağın qiymətinə təsir göstərə bilər. İqtisadçının sözlərinə görə nəzərə almaq lazımdır ki, 95 markalı benzin Azərbaycanda istehsal olunmur və əsasən xaricdən, xüsusilə də Şərqi Avropa ölkələrindən və Rumıniyadan idxal olunur. Bu isə bizi idxal qiymətlərindən asılı vəziyyətə salır. Bütün bu faktorlar qiymət artımı ehtimalını artırır. Lakin yekun qərar yalnız Tarif Şurası tərəfindən qəbul olunur. Hazırki reallıqları və qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri nəzərə aldıqda demək olar ki, yaxın gələcəkdə yanacaq qiymətlərində artım ehtimalı yüksəkdir. Əlilliyə görə təyin olunan və dövlət tərəfindən verilən pensiya və müavinətlərin davam etməsi müəyyən şərtlərə bağlıdır. Bəs hansı halda əlilliyə görə verilən pensiya dayandırıla bilər? Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqasının sədri Sahib Məmmədov Mətbuat AZ açıqlamasında bildirib ki, əlilliyə görə əmək pensiyası bir neçə halda dayandırıla bilər. İlk növbədə növbəti tibbi sosial ekspertiza müayinəsi zamanı şəxsin sağlamlığının bərpa olunduğu və ona əvvəl təyin edilmiş əlillik dərəcəsinin artıq qüvvədə olmadığı müəyyən edilərsə, əlillik ləğv olunur və bu əsasla pensiyanın verilməsi dayandırılır. Həmçinin müəyyən edilsə ki, şəxs əlillik statusunu saxta və ya düzgün olmayan sənədlər təqdim etməklə əldə edib, bu halda da əlillik ləğv edilir və əmək pensiyası kəsilir.